Birinci çalışma English Vocabulary in Use. İngilizce işlenen sözler Exercise 1. Birinci çalışma. Burada çalışma 2.3'e bakacağız. Complete the sentence with a word from the box. Tercihede olan sözlerle nöqtələrin yerini doldurun. Burada hansı sözler var? In içində dadı deməkdir. After sonra deməkdir. Of, in, onun şəkilçisini verir. To, ya şəkilçisini verir. Bon, doğulmaq mənası verir. On isə üstündə dadı şəkilçisi var. Amma bunların ifadələrdə işlənməsində fərqli mənaları var. Cümlələrə baxaq. Siz burada videonu dayandırıb düzgün cavabları özünüz üçün qeyd edə bilərsiniz. Sonra da onları tutuştura bilərsiniz. Baxaq 1. In 2003 Anna got married. Hansı sözünü işlənəcək? To Daniel Smith. Deməli 2003-cü ildə Anna Daniel Smithlə evləndi. Married to olur. Onu burada işlətdik. Unfortunately, bədbəxtlikdən Daniel's grandmother, Daniel'in nənəsi Lydia Smith died of old age soon after their wedding. Daniel'in nənəsi Lydia Smith qoca yaşında öldü onların toyundan sonra. Burada da of işlətdik. Of old age. Daniel and Anna were on their honeymoon when she died. Deməli Daniel və Anna balayında idilər. Onlar o öləndə balayında idilər. Balayında olmaq on their honeymoon olur. On their honeymoon da onu da burada işlətdik. Anna's baby daughter was 2 years later. Anna'nın deməli qızı 2 il sonra doğuldu. Was born olacaq. Anna's baby daughter was born 2 years later. They called the baby Lydia after Daniel's grandmother. Onlar onu Lydia adlandırdılar. Adını Lydia koydular öz nənəsinin adı kimi. Kiminsə adını koymaq after Daniel's grandmother deyilir. Burada da after işlənəcək.